Yerlərdə olmamızın səbəbkarı birinci növ şəhidlərimiz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bunların qarşısına baş əyir və o cümlədən cənab prezidentimizə təşəkkür edirik. Onun siyasəti nəticəsində bu torpaqlarımız qayıtdı. Bu torpaqlar haradır? Ağdərə, Çapar kəndi. Amma təəssüflər olsun ki, hər zaman bütün işlərdə, hər bir şeydə cənab prezidentimizin adını deyirik. Amma cənab prezidentimizin siyasətinə və o cümlədən onların qanunlarına zidd olan bəzi insanlar var. Onlar kimlərdirlər? Bəli. Bu qadın otel kimi olan yerlərdir. Niyə mənim kasıb bəzi təbəqədə olan insanlarım hansısa bir market açırlar, orada bir dənə bax quşu satanda, orada ödənişi təsdiq edən qəbz verilməyəndə onları hansısa böyük məbləğdə cərimə edirlər. Amma qadın otelində dünənlərim 10 iyul 2026-cı ildə mən Vüsal Kəlbəcəri olmuşam. Demək, burada 1. Ödənişi təsdiq edən qəbz verilmir. 2. Ödənişlər kartdan karta ötürülür. 3. Qiymətlər həddindən artıq şişirilmiş bir rəqəmlərdir. Yəni, bütün yerlərdə, hər bir yerdə içində hamamı, tualeti olan bir yerdə 40 manata, 50 manata olan yerlərdir. Amma təəssüflər olsun ki, burada onlar hamısı tapdalanır. Və xidmətlər sıfır səviyyəsindədir. Demək olar ki, saat 12-dən mən gəldim, bildirdim, ödənişi elədim. Düz saat 5 idi, hələ də xidməti yerlər düzəlməmişdir. Yəni, deməklə qutarmır. Və düzdür, gördüyünüz kimi bu qədər şəkildə, əgər maşınlar varsa burada, bunların hər birinin ödənişlərini gizlədilirsə dövlətindən, bu deməkdir ki, qanunlardan kənar gəzirlər. Bu deməkdir ki, cənab prezidentimizin siyasətinə zidd hərəkət edirlər. Bəli, cənab prezidentimizin siyasətində var ki, hər bir insan dövlət vergisi ödəyicisi olmalıdır. Dövlətin vergisi hara gedir? Dövlətin vergisi əlbəttə ki, bizim orduya gedir. Dövlətin vergisi bizim əsgərlərimizə gedir. Dövlətin vergisi Qarabağımızda gedən abadlıq işlərinə gedir. Amma təəssüflər olsun ki, bu cür yerlər hər biri dövlətin vergisindən yayınırlar. Bəli, kimdir bunun arxasında? Garden otelin arxasında hansı qüvvə dayanıbdır ki, birinci növbədə vergidən yayınırlar, ikinci növbədə ödənişi təsdiq edən qəbzlər kartdan karta olur və bunları xahiş edirəm adiyyəti olan orqanlar araşdırsınlar. Adiyyəti olan orqanlar bilsinlər ki, burada qanunsuz işləyən yerlər var. Harada bura? Bura gördüyünüz kimi Ağdərə rayonunun Çapar kəndidir. Ağdərə rayonunun Çapar kəndidir, bəli. İnşallah, yəqin ki, adiyyəti olan orqanlar ciddi tədbir görəcəklər. Təşəkkürlər, minnətdaram.